Salam, xoş gördük yeni TV'nin dəyərli izləyiciləri. Günün ilk canlı yayımını təqdim edirik. Bugünkü yayımızda Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 8-ci zirvə toplantısında video bağlantı vasitəsilə çıxışı və bu çıxışı zamanı səsləndirdiyi fikirlər və ötürdüyü mesajlar barədə söhbət aparacaq. Həm söhbəti Milli Məclisin deputatı Bəhruz Məhərrəmovdur. Hocam, xoş görürsünüz, xoş gəlmişsiniz yayımıza. Hocam, qeyd etdiyim kimi ötən günkü çıxışın, ümumiyyətlə İrəvandakı zirvə toplantısını mən belə səsləndirim. Zirvə çıxışı cənab İlham Əliyevdən gəldi və bu çıxış kifayət qədər vacib mesajlarla dolu idi. Həm bölgədə yaranmış yeni reallıqlar, o reallıqlara bəzi dövlətlərin, bəzi qüvvələrin yanaşmaları və s. Mən istəyirəm çıxışı bir ümumi dəyərləndirməklə. Siz nələri gördünüz bu çıxışda? Ondan sonra konkret olaraq istiqamətlərindən toxunaq. Əslində, Cənab Prezidentin çıxışı yalnız lokal məsələləri əhatə eləmirdi. Geniş aspektdən yanaşsaq, Cənab İlham Əliyevin çıxışına əslində Avropa Siyasi Birliyinin özünün belə bütövlükdə fəaliyyəti fonunda kulminasiya kimi baxmaq olar. Çünki Avropa Siyasi Birliyi nə üçün yaranıb? Qütblər arası ziddiyyət artıb, ayrıcı xətlər dərinləşib, münasibətlər kəskinləşib, hərbi ritorikaya önəm verilməsinə başlayıb və nəticə etibarilə ən azı cəhddə də olsa, adda da olsa Avropa Siyasi Birliyi bu əməkdaşlıq, dialoq mühitini formalaşmağa, sülhə sabitliyə aparan bir yol cızmaq üçün öz gücünü, iş əmsalını ortaya qoymağa çalışıb və nəticə etibarilə də bu istiqamətdə bugünə qədər hər hansı ciddi, real bir nəticə ortaya qoya bilməmişdir. Azərbaycan Prezidentinin gücü, imkanları, səyləri, baxış bucağı bütövlükdə bu təsisata imkan verir ki, nəhayət özünün iştirakçılarından biri qismində Azərbaycan və Ermənistan arasında real sülh platformasına şahidlik edə bilsin. Və daha sonra Azərbaycan o şansı yaratdı ki, məhz Avropa Siyasi Birliyi zəminində Praqa samiti baş tutsun və Praqa samitində prinsiplər ortaya qoysun. Dövlətlərin ərazi bütövlüyü məsələsinin real zəmində əksini tapan bəyanatlar səslənsin, bu istiqamətdə öhdəliklər götürülsün. Düzdür, ondan sonraki dövrlərdə Praqa görüşündən sonraki orada əldə olunan nəticələrin fərqli yöndə təfsirinə, o cümlədən Azərbaycan və Ermənistan arasında qarşılıqlı nizamlanma prosesinin pozulmasına yönəlik çoxsaylı cəhdlər elə Avropa Siyasi Birliyinin özünün idarəçiliyindən bu cəhdlərə biz şahidlik etdik. Amma nəticə etibarilə dünən cənab İlham Əliyevin videokonferans formatında İrəvanda tədbirdə çıxışı bu bütövlükdə yeni mərhələ deməkdir. Bu bütövlükdə proseslərin Avropa Siyasi Birliyi yaranandan bəri bütövlükdə siyasi proseslərin kulminasiyası hesab oluna bilər. Birincisi, Azərbaycan artıq real sülhə nail olmuş tərəf kimi çıxış edir. İkincisi, Azərbaycan lideri ilk dəfə olaraq İrəvanda çıxış edir. Videokonferans formatında idi, amma istənilən halda bu çıxış İrəvanda səslənirdi. Üçüncüsü, artıq Azərbaycan və Ermənistan arasında hər hansı formada qarşılıqlı dialoqu yox, sülhə, dialoqa aparan qarşılıqlı dəstək çıxışları oldu. Və nəticə etibarilə bu, əslində Avropa Siyasi Birliyinin ən azından üzdə, protokol qaydada görmək istədiyi mənzərə idi ki, Azərbaycan bu mənzərəni Avropa Siyasi Birliyinə göstərməklə, o həmin mənzərəni təmin etməklə bu birliyin faktiki ömrünü uzatmış oldu. Çünki çoxlu saylı təsisatlar var. Bu təsisatlar real nəticə ortaya qoymadıqdan sonra həmin təsisatların iş əmsalına da ciddi suallar meydana yaranır. Suallar yaranır ki, bəs bu təsisat nə ilə məşğuldur? Təbii ki, bir daha deyirik, Azərbaycan sülhü, sabitliyi, mövcud reallığı öz gücü hesabına əldə edib. Amma istənilən halda sülh elə bir məsələdir ki, sözün əsl mənasında tez yoluxa bilir və əgər iradə varsa, qətiyyət varsa, həmin o yoluxma prosesi daha geniş arealı əhatə eləyərək dünyaya sabit bir mühit, əməkdaşlıq mühiti gətirə bilər. Bu mənada Azərbaycan Prezidentinin çıxışı İtaliya, daha sonra Baş Nazirinin Azərbaycanda səfəri bütövlükdə səslənən bəyanatların hamısı Ermənistanda baş tutan samit sonrası, həm samit sonrası proseslərin ümumi mənzərəsini və istiqamətini müəyyən etmiş oldu. Hocam, siz də toxundunuz, ümumilikdə sülh məsələsi ön planda idi və ötən günkü zirvə toplantısının ən böyük diqqət cəlb edəni ölkə başçısının çıxışı idi və bu çıxışda bir çox vacib mesajlar idi. Sizcə o mesajlar nələr idi? Həm belə deyək, çıxışdan eyni zamanda o tədbirdə video bağlantı vasitəsilə olsa belə qatılmaqla. Əvvəlcə ondan başlayaq ki, bir daha qeyd edim, Azərbaycan ilk dəfədir ki, dövlət başçısı səviyyəsində İrəvan tribunalarından müraciət edir. Düzdür, bir daha deyək, bu videokonferans formatında idi, amma istənilən halda Azərbaycan Prezidentinin İrəvan tribunasından səslənişi idi. Azərbaycanın sülhə sadiqliyini göstərdi. Bu, Azərbaycanın regionda əməkdaşlıq mühitinə, o cümlədən Ermənistan-Azərbaycan arasında
sülhə xidmət edəcək ab-havanın daha da dərinləşməsi, əlaqələrin daha da dərinləşməsi və nəhayət düşmənçiliyin etimad mühiti ilə əvəzlənməsi istiqamətində mühüm addım idi. Eləcə də biz bunu alqışlamalıyıq ki, Paşinyan özü də çıxışında analoji ruhu nümayiş etdirdi və hətta 2028-ci ildə Bakıda keçiriləcəyi təqdirdə zirvə görüşündə şəxsən iştirak arzusunu ortaya qoydu. Bu özlüyündə çox mühüm məqam idi. Amma digər tərəfdən proseslərə daha geniş yanaşmaya hər zaman ehtiyac duyulur və cənab prezident də bu yanaşmanı hər zaman təmin edir. Biz əgər bugün Avropa siyasi birliyindən danışırıqsa, biz əgər bugün sülh və əmin-amanlıqdan danışırıqsa, dövlətlərin qarşılıqlı hörmət ruhunda, qarşılıqlı əməkdaşlığından, ümumbəşəri dəyərlərin rəhbər tutulmasından, insan amilinin rəhbər tutulmasından danışırıqsa, Avropa strukturlarının heç də hamısı bu istiqamətdə real nəticələr nəinki ortaya qoymur, əksinə sülh qarşısında, sabitlik qarşısında özlərinin korrupsiya meyilləri ilə, özlərinin fiyaskoya məhkum ucuz niyyətləri ilə maneə kimi çıxış edirlər. Məsələn, elə Avropa Parlamenti kimi. Avropa Parlamenti, cənab İlham Əliyev hələ onların qiymətini 2020-ci ildə 6-cı çağırış parlamentin ilk iclasında bildirmişdi ki, onlar sanki bir yarışa başlayıblar. Onlar bu istiqamətdə bir rekord qırırlar. Qısa müddət ərzində ard-arda Azərbaycanla bağlı qətnamələr, sanki bu təşkilatın başqa bir işi yoxdur ki, sırf həsr eləyib fəaliyyətini Azərbaycana və onların da, baxın, mövqeləri nədən ibarətdir? Elə son qətnaməyə münasibətdə baxaq. Ermənistan Azərbaycanla münasibətlərinin hazırki səviyyəsindən razıdır, real sülhə gedir. Ermənistan artıq baş nazir səviyyəsində dəfələrlə bəyan edib ki, biz Azərbaycanla hər hansı konflikt artıq arzulamırıq. Bizim gündəmimizdə Qarabağ məsələsi ola bilməz. Ermənistan rəsmiləri dəfələrlə bəyan edib. Paşinyan da, Simonyan da, digərləri də Qarabağ Azərbaycandır. Avropa Parlamenti isə illah da dirənib ki, Qarabağ sanki Ermənistandır və Qarabağdan gedən ermənilər isə qovulub, təcavüzə məruz qalıb. Baxmayaraq ki, Ermənistandan belə bir iddialar yoxdur. Bu iddiaları yalnız və yalnız revanşistlər səsləndirir. Bəli, əlbəttə bunlar düyün nöqtələridir və bugünə qədər də cənab prezident hər zaman heç bir fürsəti, heç bir formada imkanı dövlətimizin maraqları naminə qaçırmayıb. Və təbii ki, o müraciətində də Azərbaycan-Ermənistan münasibətlərinin real müstəvidə mövcud durumunu geniş auditoriya çatdırmaqla bərabər bəyan etdi ki, elə sizin burada olan dövlətlərin özlərinin nümayəndələrinin olduğu Avropa Parlamenti, o cümlədən əlaqəli təsisatlar bu bölgədə sizin o qurmaq istədiyiniz və yaxud sizin o alqışladığınız sülhü dağıtmağa çalışır. Əlbəttə, Azərbaycan təbii ki, öz maraqlarını hər zaman rəhbər tutur. Bütün dünya dövlətləri də bu maraqları rəhbər tutmalıdır. Amma digər tərəfdən də elə mövqelər, elə yanaşmalar olmalıdır ki, bu bütövlükdə insan amilini və bütövlükdə beynəlxalq nizamı zədələyici zədələnmiş bir amilə çevirməsin. Və Azərbaycan prezidenti əslində öz çıxışında real sülhə gedən yolu və real sülh qarşısındakı maneənin nədən ibarət olduğunu açıq formada göstərməklə həm də Avropa Parlamentinin və aidiyyatı təsisatların cavabını vermiş olur. Bir sözlə, İrəvan samiti Azərbaycan üçün biz birbaşa fiziki qatılım etməsək də, qatılmasaq da İrəvan samiti Azərbaycan xarici siyasət kursunun, möhtərəm cənab prezidentin çox vektorlu xarici siyasət kursunun təntənəsi hesab edilməlidir. Azərbaycan-Ermənistan münasibətlərində xüsusən sülhə, sabitliyə, qarşılıqlı etimad quruculuğunda aparılan bu proseslərə tam güclü bir dəstək ifadəsidir və eyni zamanda da həmin o münasibətlər səviyyəsində yeni bir mərhələyə daşınması kimi qiymətləndirilməlidir. Hocam, bax bu çıxışdan sonra kifayət qədər açıq mətndən ölkə başçısının belə deyək, tənqidi ümumiyyətlə iradlarını çatdırdı. Bir dəyişiklik gözləmək olarmı? Əslində, əgər qarşı tərəf, yəni bizim əks arqumentlər, qarşısına əks arqumentlər və yaxud qərarlarına əks arqumentlər qoyduğumuz tərəf hansısa formada cüzi də olsa ədalətə söykənsəydi. Məsələn, ifadə etsəydi ki, Azərbaycanın da əhalisi vaxtilə qovulmuşdu, indi isə dırnaqarası ermənilər dırnaqarası qovulub, belə ifadələr işləsəydi, bəli, bu doğru olmasa da ən azından balansın saxlanmasını biz görərdik və bunun cavabını verərdik. Amma Avropa Parlamentinin qətnaməsi o qədər absurddur ki, o qədər ermənilərin özündən daha çox daşnaq ideyaları ilə zəngindir ki, düşünürəm ki, ona hər hansı formada elə qətnamə qəbul olunduğu gündən fiyaskoya məhkumdur. O qədər qeyri-hüquqidir ki, o qədər beynəlxalq hüquqa hörmətsizliklə doludur ki, hansısa formada ona hüquqi sənəd də demək olur. Bu baxımdan, əlbəttə, o qətnamə ilə bu bölgədə nəsə dəyişməyəcəkdir. Amma
əlbəttə Azərbaycan prezidentinin çıxışı, Ermənistana münasibətdə ifadə olunan mövqe, Avropanın gələcəyinə ifadə olunan mövqe, bu təbii ki, çox vacib bir başlanğıcların əsasını qoydu. İlk növbədə ona görə ki, bu sözləri hansısa üçüncü bir ölkənin lideri demirdi. Bu sözləri dünyada mütləq qələbəsi hesabına yeni reallıq yaradan, Cənubi Qafqaz kimi tarixin heç bir dövründə sülh sabitliyi olmayan bir bölgəyə sülh sabitlik gətirən və dünyada ilk dəfə olaraq hərbi siyasi yolla separatizmə son qoyan və bu şərtlə ki, beynəlxalq humanitar hüququ ən ali səviyyədə təmin edib, insan amilinə hər hansı formada zərər dəyməsinin, maddi, eyni zamanda mədəni abidələrin hər hansı formada zədələnməsinə yol vermədən separatizmə hərbi siyasi yolla son qoyub. Bax, belə bir liderin təbii ki, çıxışı, belə bir liderin mövqeyi əlbəttə ki, vacib idi və bir daha deyirəm, biz ona görə bizim lider, ona görə maraqla dinlənilirdi. Ona görə onun çıxışı Avropa Siyasi Birliyinin 8-ci zirvəsinin sözün əsl mənasında kulminasiyası hesab edilirdi ki, biz reallıq yaratmışıq. Cənab İlham Əliyev reallıq yaradıb və reallıq yaratmış liderin bəyanatları, onun ifadə edəcəyi direktivlər və göstərəcəyi istiqamət əslində bu bölgədə elə Avropa siyasi zirvəsinin özünün gələcək taleyini həll etmiş oldu və əgər Azərbaycan prezidenti ifadə edirsə ki, 2028-ci ildə sonra qarşıdakı dövrlərdə Azərbaycan Avropa Siyasi Birliyinin zirvəsinə ev sahibliyi etməyə hazırdır və bu istiqamətlə niyyətlidir. Bu o deməkdir ki, əslində Azərbaycan prezidenti həm də yeni reallığın yaradıcısı kimi Avropa Siyasi Birliyinin davamlılığı üçün bir vəsiqə vermiş oldu. Məsələn, təbii ki, bu zirvə toplantısı dəfələrlə bu istiqamətdə fikirlər səsləndirilib. Ermənistanda keçiriləcək seçki ilə bağlı da bir məsələləri ehtiva edirdi. Sizcə hər hansı bir təsir olacaqmı və bir qədər öncə haqqında danışdığımız təkcə Avropa Parlamenti və digər təsisatlar yox, müxtəlif tərəflərdən qüvvələrin də seçki öncəsi müəyyən aktivliyini müşahidə etmək və əsas kart olaraq da məhz bu revanşizm, separatçılığa bir növ dəstək xarakterli fikirlərin səsləndirilməsi idi. Bu zirvə toplantısında və ölkə başçısının bu çıxışından sonraki nəticə olaraq nələr demək olar? Əslində, burada ikili yanaşmaları yenə də müşahidə edə bildik. Məsələn, Fransa prezidenti Qarabağ erməniləri ilə bağlı, onların dırnaqarası hüquqları ilə bağlı yenidən bu və digər formada mövzuya toxundu. Düzdür, burada əvvəlki aqressiv çıxışlarından fərqli olaraq, məsələn, Azərbaycanla müzakirə edəcəyi ilə bağlı açıqlama verdi. Eyni zamanda hərbi əsir dırnaqarası ritorikasını yenə gündəmə gətirdi. Onlar hamısı bilirsiniz ki, mövcud Paşinyan hakimiyyətinin gündəmi deyil. Bunlar daha çox revanşist kəsimin gündəmidir və eyni zamanda elə Fransada da geniş güc və imkanlara sahib erməni lobbisinin kəsimidir. Hansı ki, onların özü ilə də Paşinyan arasında antagonist bir münasibət formalaşıb. Amma bütün bunların fonunda bütövlükdə istər Ermənistan rəhbərinin, istər Azərbaycan tərəfinin ifadə etdiyi mövqe və dəfələrlə Ermənistan rəhbərinin də ifadə etdiyi o seçkilərlə bağlı mövqe onu deməyə əsas verir ki, Avropa Siyasi Birliyinin zirvəsi ümumilikdə mühitə yaxşı təsir edə bilər. Çünki bilirsiniz, Ermənistanda bugün açıq iddialar ondan ibarətdir ki, revanşistlərin real dəstəyi erməni lobbisindən və Rusiyadandır. Bəli, bu fikir Ermənistan hakimiyyətinindir və Ermənistan hakimiyyəti buna görə də Avropa strukturlarından müvafiq müşahidəçilər və kənar müdaxilənin qarşısını alınması üçün seçki mütəxəssislərinin dəvət olunması ilə bağlı ideya ilə çıxış ediblər və bu ideyada müsbət qəbul olunub. Amma digər tərəfdən də biz Avropa strukturlarından ilə Avropa Parlamentini birbaşa separatizmi dəstəkləyən, birbaşa təxribatçılara yeni nəfəs verən biz qətnamələrinə şahidlik edirik ki, bu deməkdir ki, bölgə ilə bağlı son sözü elə bölgə dövlətləri və bölgə xalqları özü deməkdir. Yəni, Avropa Siyasi Birliyi əgər sülhdən, əmin-amanlıqdan danışırsa, eyni zamanda Avropa Parlamentinin biz Azərbaycan və Ermənistan arasında mövcud sülh ruhuna zərbə vuran mövqeyinə şahidlik edirik. Yenə də ümidverici tərəf ondan ibarətdir ki, bölgədə situasiyaya Azərbaycan nəzarət edir, Azərbaycan isə sülhün və sabitliyin təşəbbüskarıdır. Paşinyanın ifadələrinə mən bir də baş vurmaq istəyirəm. Paşinyan haqlı olaraq deyir ki, bu seçki sülh və müharibə tərəfdarları arasında mübarizə olacaq və mən ümid edirəm ki, Ermənistan, erməni xalqı ötən dövrün, yaxın tarixin, çox yaxın tarixin təcrübəsini nəzərə alaraq addımlarını, mövqeylərini buna görə müəyyənləşdirəcək. Yəni, gedişat buna uyğun olma istiqamətində nələr görmək olar Vəruz müəllim? Bilirsiniz, seçki ərəfəsidir. Kifayət qədər o
deyək ki, o atmosfer gərgindir kifayət qədər. Bilirsiniz, Kaçaryan, eyni zamanda Sarkisyan bir müddət geri çəkilmişdilər və geridə olduqları dövrdə belə bir euforiya var idi ki, onlar gələn kimi bütün xalq onların ətrafına yığışacaq. Onlar dırnaq arası Qarabağ qəhrəmanıdırlar, işğal amilinə bunlar qəhrəmanlıq kimi baxırdılar. Amma Kaçaryan indi aktiv şəkildə, kifayət qədər aktiv şəkildə proseslərdədir. Sarkisyan özü o cinayətkar kifayət qədər aktiv şəkildə proseslərdədir, amma dəstəkləri yoxdur. Kilsənin özündən belə köklü dəstəkləri yoxdur və yalnız populizmlə məşğuldurlar və yalnız ara-sıra bəyanatlar səsləndirməklə, elə bəyanatlar ki, artıq onların özləri də həmin bəyanatlara inanmır. Bu deməkdir ki, revanşist kəsimin açığı mən bu seçkilərdə hansısa formada ciddi, real nəticələr ortaya qoyacağını, hətta koalisiya yaradılması istiqamətində azlıq tərəfi olsa belə hər hansı formada iştirak edə biləcək gücə göstərəcəyini mən inanmıram. Məsələn, burada Azərbaycanın təsir imkanları nə qədərdir? Buna toxunuş etsək, yəni təbii ki, ticari iqtisadi əlaqələrin bağlı olması, nəqliyyat kommunikasiya əlaqələrinin bir tərəfli qayda Azərbaycan tərəfindən açılması, blokadanın götürülməsi prosesə nə kimi təsir edə bilər? Bilirsiniz, Azərbaycan təbii ki, heç bir ölkənin, o cümlədən Ermənistanın daxili işlərinə qarışmaq niyyətində deyil və bizim ümumiyyətlə belə bir planımız olmayıb. Amma Cənab İlham Əliyev elə bir geosiyasi format formalaşdırıb ki, biz bölgədə elə bir reallığa nail olmuşuq ki, istəsək də, istəməsək də Ermənistan gündəmi Azərbaycandan müəyyən olunur. Bunu Cənab Prezident də dəfələrlə bəyan edib. Bir daha deyirik, biz kimin seçkinə qarışmırıq. Amma əgər uzun bir dövrdən sonra Ermənistanda yanacağın qiyməti məhz Azərbaycanla ticarət əlaqələri nəticəsində aşağı inə bilirsə, Ermənistan məhz Azərbaycanın sayəsində erməni insanı süfrəsinə çörək gətirə bilirsə, Azərbaycan üzərindən o tranzit məhdudiyyətləri ləğv edildikdən sonra bu təbii ki, Azərbaycana baxışı bir mənalı şəkildə dəyişir. O cümlədən də erməni insanı artıq sərhəd delimitasiya demarkasiyasına şahidlik edirsə və həmin ərazilərdə artıq bir güllə də atılmadan sabit yaşayacağını, o delimitasiya olunmuş ərazilərdə istər kənd təsərrüfatı, heyvandarlığını, əkinçiliyini rahat edə biləcəyini görürsə və eyni zamanda müharibənin yox, sülhün daha faydalı olduğunu tədricən dərk etməyə başlayırsa, əlbəttə bu birbaşa Azərbaycanın təsiridir. Bir daha deyirik, Azərbaycan istənilən varianta hazırdır. Kimliyindən asılı olmayaraq, Ermənistanda hakimiyyətə kimin gələcəyindən asılı olmayaraq, heç bir gücün havadarı bu bölgədə Cənab İlham Əliyevin yaratdığı reallığı dəyişə bilməz. Amma biz arzu edirik ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş bu tarixi nailiyyət bundan sonra geriyə yox, irəli doğru aparılsın və biz nəhayət parafladığımız sülh sazişini Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair real hüquqi qüvvəyə minmiş sülhlə əvəz edək. Bu, əlbəttə ki, bütövlükdə region üçün yeni bir dönəm başlaya bilər. Paşinyanın əlbəttə bu istiqamətdə açıqlamaları da etiraf edə ürəkaçandır. Paşinyan özü artıq bəyan edir ki, Konstitusiyada Azərbaycan ərazi iddiaları ifadə olunduğu müstəqillik bəyannaməsinə istinad olmamalıdır. Bu kimi, bunlar əlbəttə ki, müsbət məqamlardır və bugün sülhə mane olan məqamlardır. Bu o deməkdir ki, əgər Paşinyan qalib gələrsə, hər hansı ciddi, radikal bir dəyişiklik olmazsa, Ermənistan konstitusiyasında müvafiq dəyişikliyi etməklə artıq Azərbaycanla sülh yolunda əsas maneəni aradan qaldırmış olacaq. Aydındır. Hocam, mən sizə təşəkkür edirəm gəldiyiniz və maraqlı söhbət üçün minnətdarıq. Sağ olun. Hörmətli tamaşaçılar, yayımımız başa çatır. Xatırladım ki, həm söhbətim ilməz. Deputat Bəhruz Məhərrəmov idi. Sağ olun, sağlıqla qalın.